Ulu Tanrı'nın adıyla. Beyin mühəndisliğine qarşı əski kitablar deyə proqramımızın 279-cu bölümünü başlayırıq. Allaha şükür ki bir ayrı gündə bizə fürsət verdi, ömür verdi, imkan verdi, eşq və əlaqə verdi ki, Türklərin tarixdə yazdıkları, icad etdikləri, yaratdıkları uyğarlıqlardan, özəlliklə dil və yazı uyğarlığından biri ya bir neçəsi ilə bugün tanış olmağa fürsət verdi. Min şükürlər olsun. Gedək görək ki, bu günləri bizim şansımıza hangi kitab çıxacaqdır. Əlbəttə dünənləri kitab açmışdıq. Amma gedək yenə bu gün baxaq görək ki, dünənləri yəni bir keçmiş cəlsədə Qəribnamə ya Eşqnamə ya Divan Əhməd Paşa əgər səhv eləmirsəm, Aşıq Paşa, üzr istəyirəm. Aşıq Paşanın divanı ilə tanış olduq. Bir çox şeydə oxuduq. Amma bu deyildi. Onun bir adı da Qəribnamədir. Qəribnamənin içində burada görürük onu. Burada yazıb ki, Divanı Aşıq Paşa. Onu görürük burada, amma bundan əlavə bir ayrı kitab açacaqdıq. Bunu mən adını dəyişdirim burada ki bilinsin, oxumuşam. İstəyirəm bunlara bir əlamət qoyaq, heç olmasa bilinsin ki biz oxumuşuq bunu. Qəribnamə, niyə Qəribnamə Aşıq Paşa? Tamam, beləsi deyək. Bu birisi kitabı açaq görək ki, bu hangi kitabla qarşılaşırıq. Dostlar, onlar ki canlı yayına baxırlar YouTube-da, onlar kitabları görürlər, kitabların yazısını görürlər. Çalışıram ki, bəlkə eləyə biləm Instagramda ya da ərz edeyim xidmətinizə TikTok'da da canlı yayın eyni zamanda olsun, amma hələ eləyə bilməmişəm, imkanların yaradam. Elə bir bu da Qəzəliyyat-ı Nəvai deyə bir kitabla qarşılaşırıq. Kitabı əvvəl kiçiklədək, PDF yerləşsin səhifəmizə. Eləyə bilək kitabın bir əksini görək ki, nə cürdür. Gördüyünüz kimi çox qırmızı, hətta qırmızı da deyək, çöhrəyə, qırmızıdan geçmiş çöhrəyə tərəf, yəni ağı çox olmuş içində. Bir kitabın cildi ilə qarşılaşırıq. İranda qalmalıdır, çünki elə əvvəldə görürük ki, məclisin qapısının başının armın salıb o kitabın üstünə. Kitabın əslində deyək ki, xərablayıbdır da, çox yerdə görməyəcək. Bu kitabın boyu nə qədərdir? Boyuna baxaq, 26 santimetrdir. Eni nə qədərdir? Onu da bir baxaq. Eni də ikisi 20 cm, yəni hər səhifə 10 cm enlidir. İki səhifə açıq olanda olur 20 cm. İndi bu kitab İran Şura Məclisinin kitabxanasında saxlanır. Adı Divan-ı Qəzəliyyat-ı Nəvaidir və birinci səhifəsinə baxanda görürük ki, PDF-də iki səhifəsini qoyublar bir səhifə olaraq. Və diqqət eləsək görürük ki, bu kitab Osmanlıda yazılıbdır, Osmanlıda hazır olubdur, amma həttəmən gəlib çıxıbdır bugünkü İran adlanan siyasi varlığa, coğrafiyayı varlıq deyil. Tarixi varlıq da deyil. Çox hədis, yəni çox taza, mühəddəsə bir addır. Və bölgədən də təbii şəkildə çıxmayıbdır, təbii şəkildə də dağılmayacaq. Yəni bunun orası da var. Hardan bilir Osmanlı dövründə yazılıb? Çünki Osmanlı dövründə bir növ nəqqaşlıq vardı, suyun üstündə eləyirdilər və sonra onu kağaza
keçirdirdilər. Onu burada görürük. Çox Tazaşdan kitabın 1 səhifəsi, 2 səhifəsi və 3 səhifə, yəni buradan 6, 7 səhifəsi buradan boşdur. Ondan sonra kitabın bu bölümündə məclisin yenə kitabxanasının bir ayrı möhrünü görürük. Ha belə yazıları görürük ki, burada başlayıbdır, bir də yazılar burada görünür, amma bu kitabın əsli olmayacaqdır. Amma əl yazmadır. O birisi səhifəyə keçirik, yəni PDF-də 8-ci səhifəyə keçəndə görürük ki, kitab Bismillahirrahmanirrahim ilə başlayır. 3 dana möhrü ehtimalən, 2 dana möhür, o birisi möhrü ki, məclis dalıda vurmuşdu, onun rəngi çıxıbdı bu üzə. Amma burada da 2 dana fərqli möhür görürük, Bismillah ilə başlayıbdı. Bəzi yerləri qırmızı yazıbdı və bəzi sətirlərin başı üstünə qırmızı xətt ya xətt çəkibdi. Heç də öyrətmiş şey yoxdur. Kitaba çoxlu su keçibdi. Özü neçə dəfə keçibdi. Ona görə bir-birinin içində biz bunu görürük ki, məsələn, ən azından bu kitaba 3 dəfə su keçibdi. Ən azından. Quruyubdi, təzaşdan keçibdi, yeri qalıbdı, onun üstündə beləsi ən az 3 dəfə bu kitaba su keçməni görürük. Ondan sonra da biraz qıraqları çürüyübdi kitabın. Kitab əlyazmadır, dövrəsində çərçivəsi filanı yoxdur. Ərəb kəlmələrin ayələr olanda, hədislər olanda ehtimalən gördüyüm bir yerdə eyrab elir, yəni üstünə səslərin qoyur, amma türkləri səsin qoymur. Çox gözəl bir xətti var, biraz riz yazılıbdır. Sətirlərin arası çox yaxşıdır, yəni sətirlərin arası beləsi yaxşı görürəm. Fokusu yoxdur, yəni beləsi deyim ki, elə bir kitabın üstündə bir duman var. Ona görə o fokus olmayıbdır kitabda. Və burada 10 şeirlərdir filandır yazılıbdır. O xəttdən sonra vəsətdə bir boş, ortada bir boş səhifə var imiş. Orada da bir ayrı xətt ilə bir şeylər yazılıbdır. Əlbəttə qırağında da bir ayrı bir şeylər yazılıblar. Onlar xəttləri də fərqlidir. Bəllidir ki, ayrı adamlar yazıbdır. Və 17-ci PDF-də 17-ci səhifəyə gələndə görürük ki, burada şeir deyil. Bir şeylər yazıblar. Uzun bir məqaləyə bənzir burada yazıblar. O bir səhifə boşdur. Burada yazıb ki, kitabın səhifələrinin oğrağı, yəni vərəq deyəndə 2 üzü bir vərəq hesab olur. Səhifə deyəndə bir üzü və o üzü olur. 635 səhifədir. PDF-də 611 səhifə görsənir. Amma burada yazıb ki, ədəd-i oğraq 635. Türkcə, ərəbcə yazıbdır bunu. Yenə davam edir. Burada ehtimalən 2-ci bölüm başlayır. Yenə möhr var, burada görürük və qıraq yazılarında görürük. Burada divan özü yenə şeirlər başlayıblar. Hər şeirin başlığı qırmızıca yazılıbdır və ehtimalən ərəbcə ya türkcə yazılıbdır, onu da görürəm. Amma gəldikcə baxarıq, görürük ki, nə cürdür. Kitablar, qabaqçı şeirləri görürdük. Məsələn, o mərhum Nizaminin, Allah rəhmət elə, Nizami yox. Allahu Ekber. Füzuli Həzrətlərinin Həqiqətü Səadasında baxanda gördük şeirləri bir-birinin dalınca yazıbdır. Yəni, məsələn, 3 misrə bir-birinin dalıncandır, sonra getirir ora. Amma burada görürük ki, 2 misrəli beytiləri, hər beyti bölüb 2 misrə və altında beləsi gəlib əşaya. Amma elə bir ki, xətkeş qoyublar əvvəlinə və sonuna, xəttlər hamısı bir gedir. Amma şeirdən də şeirə dəyişə bilir. Bəzi şeirdə uzundur, o bəzisində qıssadır. Yəni, bəzisində kəlmələr ya çiçik yazıblar, ya azdır teydadır. O da şeirin bəhrinə bağlıdır. Yəni, ahənginə bağlıdır. Davam edirəm, biraz sürəti çoxaldıram ki, bu 612 səhifə, 11 səhifə ki, PDF görsənir, yəni 1024 səhifəlik, 1224 səhifəlik bir kitabla qarşıyıq
Onun üçün bunu daha çox bundan uzatmayım. Bir hər 50 səhifədən bir baxsaq elə yetişər, görək ki, xətt dəyişir ya yox, o qədər görər, ya kitabın təsadüfən bir cırığızadə olsa görərik, amma su bəzi yerdə əvvəllərdə çox idi, burada az görsənir, yəni zahirən kitabın qalinliyi də əksi görsənir, yəni əksidə baxanda o üz bu üzə görürük ki, kitab çox qalindir. Onu da görürük, yəni. 300-cü səhifəyə baxırıq. Buradan bir 4-5 səhifəni vuraq baxaq. Gedək 400-cü səhifəni, 415-dir. Təəssüflə fokusu yoxdur. Yəni elə bir şey bunun üzündə bir tor varmış, ya kameranın gözündə toz varmış, onu silməyiblər məsələn. Elə beləsi salıblar. Getdikcə də bu çoxalır və o şey ki, məclisin o armını da ki, salıblar kitabın üstünə, mütəəssifanə o da kamil xərab eləyibdir. Kitab qurtardı. Kitabın sonuna gəldik. Sonunda da bir neçə səhifə boşdur və tamam. İndi qeydək bu kitabdan Nəvai Həzrətlərinin qəzəllərindən oxumağa başlayaq. Əvvəldə bir şeylər yazıblar. Xətti də fərqli olduğu üçün buna keçmirəm, amma gedək burada kitabın özü nə ilə başlayır və eləyə bilsək bu möhürləri oxuya bilsək çox yaxşı olar. Üstdəki möhür əslən oxunmur, aşağıdakı möhürü də oxumaq olar, amma bunu gərək lazımdır ki, fırladaq kitabı görək ki, Ət-Təbib görüm eləyə biləcəm bunu. Oxuyum ya yox. Sultan Əlisini oxuram aşağıda. İlahisini də üstə oxuram. Amma oxumaq olar, amma biraz çox şeydir, yəni zaman istər, amma oxumaq olar. Yəni o cür deyil ki, oxumaq olmasın. Bismillahirrahmanirrahim. Dibaçə müqəddəmə. Müqəddəmə də ərəbcədir. Dibaçə fikir edirəm ki, bilmirəm hardan gəlir. Əlbəttə eləyə bilirik, soruşaq. Görürüm dibaçə nədir? Mənim dib sözündən gəldi zehnimə. Dibaçə nə deməkdir? پیشگفتار یا مقدمه آغازین یک کتاب یا نوشته ریشه دیباچه واژه فارسی دیبا parça لطیف فاخر T پسوند bu türkçə olacaq. T2 gəlib bura, yəni türkçədir. Pəsvənd təsğir ya namsaz, yəni suxən arasında və ağasın. Dib məncə beləsi olacaq. Dibaçə parçaya ad qoyublar, o sonra olubdu. Yəni əvvəldə bir şeydə işlənirmiş, sonra parçaya deyiblər diba. Dibaçə dib معمولا بخشی است که در آغاز کتاب می آید و هدف نویسنده بیان می شود. Görək yazıbdır ki, o Osmanlıda dibacə, müqaddimə. Yox, onu istəmirəm. Tamam. Mütəəssifانə dedim, kitabın şeyi əks salanda duman kimi salıblar. İndi bu kamilən elə bir məsələn adamın gözünə murvarid gəlib, onun arxasından baxır. Yəni ya dumanın arxasından istəyirsən bir şeyi görəsən. Elə bir hamamdasan, şüşə buxarı eləyibdi, eşik nə cür görsənir, kitab indi o cür görsənir. Dibaçə divan əvvəl mövsum be bədai ul bədai. Ehtimalən bu bədai ul bədai ehtimalən kitabın adıdır. که موسوم است به غرایب اصغر. kitabı da beləsi, غرایب اصغر. Fəsahət divanının غزل sarayları təb'i məxzənindin şuuridə hal eşkılar xərməni xanıqə ot salğudin bir
آتشین لعلی نظمی سلکی کاتارتا talla qaylar. Təəssüflə görsənmir. O yazını da ki salıblar, o məclisin dənəmənəsini salıblar. O da əslən yap pis eləyibdi, düşür. Dibaçi tarta Allah qaylar. Əgər söz və dibaçesin ol sani cevahiri həmdi pirla birla mürəssə'qılmağaylar kim eşqi elin almaz selin şərəfi və cövhəri bəyan ləfzi. Yəni deyirəm bəzilə əslən o kitabın keyfiyyəti qoymur, o əksin keyfiyyəti qoymur oxunsun təəssüflə. Cövhəri bəyan lütfi bila sair insanın dürrətü taci qıldı. Rubai Subhanallah vel aliyyul müteal kim iladi eşq bəhrini malamal. İnsanını çu anda saldı غواص misal. Həm cövhəri hal biri həmdür məqal. Və bəlağət bostaninin çəmən araları xiyali gülşenidin sahibi cemali məşuqlar gəlsin ya gülbünü hüsniğə zinət bir göydük bir ateşin güldəstəsinə bağlay alağaylar. Əgər kəlam fehristin ol qadiri zəvahir şükri bila müləmmə'ə qılmağaylar. Kim hüsni xəlbin beləsi oxunur, xəblin ya xeylin beləsi oxunudur. Hüsni xeylin gülbərci uzar bağı və nərgisi bimar çıraği bila kafi xəlai qurrətül eyni iti. İti idi var idi yəni. Rubai Elhamdül mucidül hidaya və ni'am. Elhamdülli mucidül hidaya və ni'am. Kim citi vücud bağdın xari ədəm. Kim citi vücud bağdın, bağ ehtimalən yaratmaq mənasındadır. Bağ bilirik, bağ bostan, oradan o kəlmədəndir. Vardın mənasında da ola bilər. B veya vav bağa çevrilmiş də olar. Kim citi vücudin bağdın, vücud bağdın, vücud bağın xari ədəm. Bağ olacaq. Bağ sözü bağdır. Ol bağda hər gül o ötü kim çəkdi ələm, can oyunu yarını nəzər şəmini həm. Kamil görsənmir, mütəəssifanə oxumağımda müşkül çox olacaqdı. Çünki dedim, mən bunu bir indi duman arxasından oxuram. Bu həmdi məzkur və sənai məsturğa göngül mail və til qabil bulub. Til dil. Til qabil bulub göngülqa aram və tilqa kam yetiş makay. Ta risalət bürcinin muniri əxtəri və nübüvvət dürcinin səmini cüvhəri və ma yəntiqu anul həva. Ma yəntiqu anul həva ərəbcə olduğu üçün və Qur'andan gəldiyi üçün səslərin üstündə qoyubdur. Ma yəntiqu anul həva təranəsinin müşari ileyhi
ve in huve illa vahyun yuha khazan sinin mu'temidi aleyhi ve inna afsahu surudinin mütekellimi na'tinin tühvesi ana vasıtı ve durudinin hediyesi ana vesile bulagay ve ana amlehu derdinin müterennimi. Orada bir kelime üstten necesi yok. Burada yuha hazanesinin mü'temidi aleyhi ve ana afsahu surudinin mütekellimi. Buradan ve ana amlehu durudinin müterennimi nimetinin tühfesi ana vasıte durudinin hediyesi. Durud ehtimalen durmaq sözündən gəlibdir. Durdu. Ehtimalen durmaq. Məsələn, birinin ayağına durursuz. Durdu. Durud, yəni durubdi. Durdu. O u düşüb axırda durud qalıbdır. Yəni ayaq üstə durubdur hürmətən. Ona görə deyir, məsələn, bir mətndə işlədəndə durud gedib farscaya salam anlamına gəlir. Salam anlamında nə deməkdir? Qapıdan girəndə ayağa dururdular. Böyük insanların ayağına dururdular. Hörmət sahibi, əlbəttə böyük deyəndə hörmət qoymaq üçün ayaqlarına dururdular. Məsələn, məmulən qonaq gələndə ayağına dururdular. Və hətta məsələn birdən şahdır, böyük bir insan bir məclisə girəndə onu qabaqdan elan edirlər, hamı dururdu. Bu orada dururdular deyə gedib farscaya olubdur durud. Mənə belə gəlir. Hədiyəsi hər halda finnət. Əvvəl nətidən başlayır. Nət yəni təvsif, tərif eləmək. Ona xoş sözlər demək, gözəl sözlər demək. Muhammed altında sallallahu aleyhi və səlləmin hərəsinin əvvəlini qoyubdur. Sallallahu aleyhim. Muhammed kim rusuli əncümi dur ol asi ayi belə bir şey olacaqdır. Dur əvvəl ayi qayu ayi bəlkə mehri aləm arasi. Pəs o da olacaq arasi. Muhammed kim rusuli əncüm dur əvvəl asi ya ol asi. Muhammed kim rusuli nəncümdür ol asi qayu ay bəlkə mehr aləm arasi. Bu dəvi şahidi mənsur rulak. Bu dəvi şahidi mənsur lolak. Lolak lima xalaqtul aflak. Ona işarə edir. Bu dəva şahidi mənsur lolak. Burada əvvəlində bir şey qırmızı yazıb, burada da mim yazıbdır. Vücudinin tüfeyli tofuz əflak. Tofuz azadlıq, fovza yetişmək, onun ərcü, qürbətin qəbul eləmək. Amma fovz kəlməsini yazsaq, burada bizə fovz nə deməkdir? Kamiyabi, piruzi, belə bir şey, nəcat. Vazi ərəbi fəvzə, fazə, yəfuzu, nəcat tapmaq, kamiyab olmaq mənasındadır. Alıb 100 bərgidin sürət səməndi. Alıb 100 bərgidin sürət səməndi. Yankı ay ol səməndi siyabəndi. Şöyle siyahbəndi. Sitam merkebi bircis sunahid. Sitam merkebi bircis sunahid. İki yandın cehagi cinagi ayu xurşid. İki yandın yandan. İki tərəfdən. Yan yəni tərəf, böyür. İki yandın cenagi. Cinak da bilirsiniz da hər halda.
ayı xurşid. Zəlalət güyünün məxzunlarığa, cəhalət dəştinin məcnunlarığa, şəfi itikil ani cavid ilahi, mini həm boymağıl numid ilahi. Burada vəsətdə şeir gətirmişdi. İndi nət idi Həzrəti Rəsula buyursa indi və sallallahu aleyhi və alihi təyyibin tahirin və əla mən ətbə'əhum əcməin ilə yevmiddin. Bunlara səs qoymurdu. Çünki bu ərəbcə ayə deyil, hədis deyil. Bu belə bir duadır. Bu pərişan əczanın vərəq nigarı kimdir görək? Bu pərişan əczanın, bu şey ki yazıram pərişan bir-biri ilə saçlar tökülər, ha pərişan olar. Bəzi xanımların saçları uzun olur. O töküləndə üzlərinə yel vuranda pərişan olur. Ona pərişan odur. Bu pərişan əczanın vərəq nigarı yazanı və çaşmaqdan da gələ bilər. Mən kamil bilmirəm, amma elə bilər buradan gəlsin. Cürətçeşi və məlamət xumxanəsinin, ya xumxanə olacaq da, xumxanəsinin səbukeşi Seydalıq məhəlləsinin, Şeydalıq məhəlləsinin rüsvası dərs və rüsvalıq küçəsinin şeydası beyd vəfa bustaninin dəstan sərayı məlamət bülbülü yəni nəvahi adın dedi. Özün dedi ki kim yazır? Burada Qəfərallahu zunubəh özü yazıbdı bunu. Qıraqda bir ayrıdan bir şeylər yazıbdı və sarah ancaq ərz qılır kim ol çağ kim Xurasan təxti gürkanlıq dəvacıyla zinət əfzay və gürkan fərqi cəhanbanlıq tacıyla fələk fərsay irdü ömrüm şəbistani şəbabi şəmlari nuridin münəvvər və həyatım gülüstani gülüstaninin lik güllari gülüstani gist gülüstanikist git əlbəttə kist deyil git gülüstani nikit lik güllari ətridin müəttər irdi. Pəs müqtəzi seyyidin təbiətinə müqtəzisidin təbiəsinə təbiətqə həva qalib və həva qələbəsidin təbiət cudi ləhvəqə talib irdi. Gönglagim çak indi bunu oxumaq sonra düşdü. Çakdin göksüm sinə. Bəzi kəlmələrin şeyin yazıbdır. Məsələn, göksüm sinə üstdə də o cud ki yazmışdı, cudini. O da gülüstaninikdir ya da ki bəli gülüstani yigitlik gülüstani və həyatım gülüstani yigitlik güllari yigitlik güllari onu qələt oxumuşdum. Pəs qeydin bir də daldan oxuyayım onu biraz. Gürkani fərq cəhani banlıq tacibila fələk fərsay irdü ömrüm şəbistani şəbab şəmlari nuridin münəvvər və həyatım gülüstani yigitlik güllari. Burada yazıb cud yigitlik cudi tərcümə eləyibdir yəni. Ayrı xəttinə yazılıb əlbəttə. Deyim ki bu aynı xəttinə deyil. Cudi güllari ətridin müəttər irdi. Ehtimalən sən çakidin sən sinə ehtimalən olacaqdı ya sən çakidin göksüm sinə adda yazıbdır. Göksümdaki iki
tükanlaz bir əyan və gökrakımdakikan ehtimalen dakikan olmadı. Bir əyan və gökrakımdakikan yankı alifların biraz zora düşürəm. Yəni kitabın bu heyf bu kitaba ki İranın əlindədir, bu cür vəziyyətdədir. Ki nikakim xətt qan mudam mi rəğbəti güngülüka məhbub və həmişə məhbub ülfəti xatirğə mərğub canım eşq badə sindin məst və güngülüm badə-i eşqidin meypərəst. Biraz da şeylə oxuyuram, yəni hədsinə oxuyuram bunu zehnimdə. Çünki dedim kitabın dürbünün zoom'u kitabın əks alanda kamil düşməyibdi, bir dumanlı vəzdir. Ehtimalən də vaqəən yəni o əks alan hər kəs imiş. Kameranı da silməyibdi. Yəni beyt bulmasa əlimdə gülruxi saqi əhvalım xarab. Bulmasa əlimdə gülruxi saqi əhvalım xarab. Yox İsa saqi da gülgün cam-ı mey bağri kebab. Az vaxtdə badə silidin huş və əql İyü ehtimalen evi ya da az vaxtda badə silidin huş و عقل ایوی تقلیدی و عشق برقی صلاح و عافیتیم خرمش gül qıldı. Xərmənin gül qıldı. Afiyət xərmənin gül qıldı. Zorla yəni oxuyuram vaqəən. Rubai. Bir o ki eşq-ü mey ilgi mübtela bulğay. Bir o ki eşq-ü mey ilgi da mübtela bulğay. Neytan əgər anga hər ləhzə yüz bəla bulğay. Əgərçə səb bəladır vəli budur tilagım. Tilagım diləyim. Budur tilagım ki bu bəla mənə bulğay həmişə ta bulğay. Bari şuur surəti göngülüm din getdi yəni. Bari şuur surəti göngülüm din getdi və göngül surəti hali bir yer kayıtı kim? Bir yer kayıtı qayıtmaq ehtimalən kim? Nəzm. Şeirlə nəzmin fərqini mən bilmirəm düzünü axtarsaz. Tufana bax, tufana bax. Bu 3-4 gündə o qədər qarqarlayıb ki, demək olar ki, yəni indi də tufandır, bəlkə yağış yağacaqdır ki, qar ola, yəni buz ola. Nəzm ilə şeirin mən fərqini bilmirəm. Yəni bilmirəm ki, hangisinə nəzm deyələr. Əlbəttə Allah səlamət eləsin. Döktür Ziya Sədrül Əşrafi bu son zamanlarda Firdosinin kitabı haqqında bir seri bərnamələr aparır. Dostlar köməklik eləyiblər, yəni çağırıblar, o da zəhmət çəkir burada. Orada nəzm ilə şeirin fərqini deyir, amma mənim təxəssüsüm olmadığı üçün anlamıram nə deyir. Yəni zahirən şeir məsələn dediklərindən, yəni Cənab-ı Sədr Əşrafinin buyurduqlarına görə, məsələn Hafizinki şeiridir, Firdosininki nəzmidir. Nəzm zahirən kəlmələri bir-birinin dibinə düzürsən,
Şeirdə amma o düzmaqdan əlavə bir şey də orada bilmirəm nə fərqi var da dedim. Mən onları başlatmadığım üçün. Yəni üstə dedi ki, rubai, altda deyir nəzm. Tün gün, tün dün ola bilər. Yəni dünən. Tün gün, tün və bugün ola bilər. Tün dünən, gün bugün. Tün gün ayağım yalang ya qamçaq. Meyxane yolida mest و بیباک her dem yatiban felek kahuyolum kamuyolum ehtimalen ola bilmirəm, görənmirəm. Her dem yatiban felek kamuyolum o baş ilə barca güftüguyum. Çu təb'i cəbilli səlaməddin və cəbilləti zati istiqaməddin ari, istiqaməddin ari irmas irdi, irmas yəni olmadı, irmədi, irmas irdi, aşıqlıq küçəsidə kim əcəb əcib halatı غایت و خمارlık məhəlləsidə qərib müşkilatığa nəhayət yox durur eşqida xah ceybi cəmali heyrətdin və xah rəqib xiyali qeyrətdin xah visal bəhari intizardin və xah fراغی خزانی خارخاریدin və dəmida dəmində dəmdə ləhzə an. Mən buradan baş tapıram nə deyir? Yəni çox gözəl sözlər. Xah məstlik eyşu tərəbidin, xah məstlik eyşu tərəbidin və xah məxmurluq rəncu təəbidin, xah meyfruş ənasidin. İndi burası çox qatışıq yazılıb bir-birinə. Ənasidin, rə'nasidin də ola bilər. Xah meyfruş rə'nasidin, xah mühtəsəb şikayətidin, hər az vaqi bulsə irdi, ol halqə layiq, ol xiyalqə muvafiq rubai. Könlüm dani məni olsa irdi peyda. Könlüm dani məni olsa irdi peyda. Til ila idi nəzmi libasida da. Til ilar dillər ilə. Til ilar idi nəzmi libasida da. Ol nəzmi canın quluban xəlq fəda. Salur, orada fədanın yeri ya məstur səhnə, belə bir şey yazıblar. Altında onu tərcümə edibdir. Aşağıdakının xətt çəkiblər, üstə yazıblar. Onun tamamı deyil. Ol nəzmiqə canın quluban xəlq fəda, salurlar idi günbədi gərdunqə səda. Bir ayrı nəzmi. Oradan rubaidir, burada nəzm. Bu viran təbğini beyti نمنت ها مستور سه بو ویران تبعینی بیتی همیتا یا بیتمیا احتمالا بیتی بیتا مستور سه tutup şəhrin nə kim beyti məmur. Məstur orada, burada məmur. Orada məmur yazmışmış birinci beytin sonunda. Onu çeviribdir burada. Xərabat icra peyda və nəhani ol irdi xəlqinin rütbi lisani. Rütəbül lisani ola bilər. Yox kim xərabatdır və nuşlari, yox kim xərabatdır və
نوشلاری بلکه مناجات خرگپوش لاری دویمای کیم دوymaz doymaq sir napəzir doymay kim əvam ərazili birinci dəfə burada işlənibdir. Cəlibdir. Ərazili bəlkə xəvas əfazilinin tillarika cari və günlarika kari tuşar irdi və ol zamanın kərimul xalq azadəlari bəlkə əzimüşən şəhzadələri iltifatiqə müşərrəf bulur irdi. Xüsusən səltənət gəncinin vər səmini və qənaət gəncinin xakinişini elmu zəka əhlinin yeganəsi fəqru fəna xeylinin xeyl ləşgər. Əlbəttə əslində ata deyilir, amma çünki atla savaşa gedirdilər. Xeyli deyəndə yəni çox. Bu xeyli sözü də gəlib farsçada işlənir. Xeylidən gəlir ki, ərəbcə sözdür, yəni at və orada çoxluq anlamındadır. Yəni ləşgər çoxluqdur da. Xeyli deyəndə yəni ləşgər və orada çoxluq anlamındadır. Gəlib farsda xeyli, yəni çox anlamında işlənir. Bir də burasını oxusaq, xüsusən səltənət gəncinin vərsəmini və qənaət gəncinin, bilmirəm vərsəmin nə deməkdir. Ehtimalən beləsi də oxumaq olar əlbəttə. Xüsusən səltənət gəncinin dürsəmini və qənaət gəncinin xakinişini elm-ü zəka əhlinin yeganəsi fəqr-ü fəna xeylinin bi nişanəsi itik zehni və dəqaiq riştələri girehgüşayi və arıq bizdə arıq işlənir, yəni lağər farsça. O arıq arınmaqdan gəlir. Ar sözü bir şeyi aramaq. Arıq yəni indi hər halda yəni bunun yağı yoxdur da, yağdan arınıbdır. O anlama gəlir. Girehgüşaları və arıq təbii həqaiq çehrələrinin pərdə rübai. İndi burada bir şey yazıbdır, görüm oxuya biləcəm. Şahsi məzkurasi. Şahbəyin məzkurasi. Beləsi oxunacaq, bilmirəm. Bu bir dənə şeirdir, beləsi yazıbdır. Təbii dərviş o üzü şah nişan. Təbii dərviş o özü şah nişan. Şah dərviş Muhammed Sultan. İndi burada bilmədik ki, hangi kaş biraz tozih verəydi ki, hangi şahı deyir. Əbqallahu kənzə fənaya və ədamə əzzə ғənayə kim? Əbqallahu kənzə fənaya və ədamə əzzə ғənayə kim? Mətləi ya artıq mətləi ya artıqraq ya tamam غزل تسلیم خامسی تقریر خاکیلسار اردی تقریری خاکیلسار اردی یا خامım tili təhrir qılsa. Bir də qeydək. Kim mətləi ya artıqraq یا تمام غزلی تسلیم خامسی تقریر دخاکلسا irdی یا خامم تلی تحریر قلسا irdی filhal ani müşkübar gələn birlə çafur kirdar səfəqə rəqəm qılıb ağ və qırani andın məhfuz qılır irdi və hər yana ana çiqəm
qərabət ehtimalən beləsi oxunacaq, amma qərabətin nöqtəsidir. Bu çıxan bu deyil. Və hər yana angacıq qərabət hesablıq tiz فهم şəhzadəlar və müsahibi itmasablıq intisablıq ehtimalən və müsahib intisablıq xoş təb'i mirzadəlar mütəəddid səvad qılıb sayiri ulusğa yayılur irdi və aşık tişe بیقرار aşık پیشه بیقرarlarının celisi mühneti ve maşuq şive gülüzarlarının enisi söhbeti bulup xavas ve avam araside iştihar tamam ve intişar mala kelam tapar irdi velakin xatirimğə خاطرime gelmez. Xatirimğə gelmez kim bu perişan əbyatını cəm'i qılmaq xatirimğə gəlmiş bulğay və göglümqa geçmez. Göglümdən geçmez. Kim bu perakende əşarğa tertib birmaq gönlümqa geçmiş bulğay اگرچه alar kim əxəssi əshab və əzzi əhbab irdilar küp qatla bu iş küp dedi hamısı Türkçədə həmi farsçası gelibdi onun yerinə küp işlənir hamısı mənasındadır burada bir şey eləyək görək küplar ne deməkdir? واژه ترکی است و بسته به بافت دو کاربرد اصلی دارد. Dünənləri nə yazırdıq? Keçənci cəlsədə nə yazırdıq? Latincə, türkcə yazırdı. İndi isə nə yazırıq? Hamısını farsça geri yazır. Küplər cəmi küp. Küp. Az feili köpmək. Köpmək əlbəttə bilirik şişmaq. O şey ki farsçada nəfx deyirlər, o deyil. Cuda şudən, pare şudən. Kopmaq olacaq pəs. Kopmaq yəni kendi şudan, cuda şudan kopmaq. Mən köpmək oxudum, odur, o oynandı, düzdür. Mənaları tikkə ha, parə ha, əczai cüdür qətiat, nümunə, kağıt koplara ayrıldı. Elbisenin kopları. Tamam. İrdi koplar, qatla bu işlər bu iş irtikabğa iltimas və təklif qılır irdilər amma aşufdə xiyalğa ondan gəlir irdi kim nəzm getdi nəzmə görək nəzmidə nə deyir gülmaq ka irkinür əhli bir söz ki veysə məcnun ol sözünü cəm qılsa külmakini eylar afzun ehtimalən divanə ki məst bulsa daim gülmakka irür sözü mülayim urkansa ulus imaz təheyyür gahi girak eylaka həm təməssür girak nə deməkdir onu bilmədim o birisləri bildim amma bu girakı bilmədim Türkçe girək gərək yəni lazım zəruri gərək sözü girak gerek به صورت girak gerek و فرزا kim
Bu sözlərdin bəzi zövq və hal yüzdin tədvinğə müstəhəq və əəzzanın tərtibi istidasığa yəhəq bulğay ya müstəhəq bulğay, bu da burada oxunmur. Bulğaylar amma qayili kim? Rübai. Hər gün bəlsə yana bir eşq ilə dür əfsanə. Hər tün bilə yada bir şəmğə dur pərvanə. İhtimalən o yana bunun şeyidir. Hər günyə yana yəni. Hər günyə o yana tərcüməsiymiş. Hər günyə bir eşq ilə dur əfsanə. Hər tünyə bir şəmğə dur pərvanə. İş anqa cünun mənzil anqa meyxanə. İş anqa, iş özcə, fərqli. İş anqa cünun mənzil anqa meyxanə. Divan yasamağını bilir divanə. Divan yasamağını bilir divanə. Və bir təqdiri kim qayil hüsnini əlac qabili bulğay və oqati cami səlah badəsidin tulğay. Beyd. Bir tərəf bulğay mi yo eşq و cünun. Bir tərəf bulğay mi yo eşq و cünun. Barcağa qayim, barcağa qayim məqam olğay funun. Bar bir böyük adamların huzuruna çıxmaq. Dərbar da oradan gəlir. Bara qapısı, dərbar. Farslaşdırıblar onu məsələn. Barcağa qayim məqam olğay funun. Amma əş'ar tədvin qılğanlardın bəzi kim bəqa mülkida fani və bəzi kim hala fəna diri da baqidülər amma dar fanida və bəzi bir doxsam amma əş'ar tədvin qılğanlardın bəzi kim bəqa mülkida fani və bəzi kim hala fəna diri da baqidurlar. Fəna dünyada baqidilər. Halası biri də ölüb gedibdir, biri də qalır. Əvvəlki zümredin ba vücudi dərdü pişəsinin qəzənfəri. Ba vücudi derdi pişesinin qəzənfəri və eşq ateşgahinin səməndəri mədəni cəvahir mənəvi əmir xusrəvi dehləvi qəddəsallah təala ruhəhu və fəna meyxanəsinin rindi xırqə çaki və bəla peymanəsinin məsti bibaki eşq məhəbbət əsrari əminlarinin həmrazi xacə hafız şirazi Səqəllah tərahu və sünçığı firgədin və sünçığı firgədin qudsi. Bu su ki deyirik, bu sonra yazılıbdır, bəllidir. Həm cöhəri fərqlidir, həm yazısı fərqlidir. Ona görə biraz burada baş tapamadım ki, nə olur? Və sünçığı firgədin qudsi şəbistaninin şəm'i ənvari. Ehtimalən dirilərdən istəyir. Sonki firqə, yəni qalan o bir də ki ölüblər, onların adı nədir? Hafizdir, nə bilim, Əmir Xosrovid. O yeyi yazmışmışlar, sonra qırmızı xəttin üstünə xət çəkiblər. Əmir Xosrovi Dehləvi. O, bunlar ikisi ölüblər, gediblər. Ehtimalən və sonki firqə deyəndə, yəni dirilər. Və sünçığı firqədin
Qudsi şəbistaninin şəmi ənvari və ünsi gülüstaninin əndəlibi süxənvəri və bəlağət şəkəristaninin tuti şirin kəlami cənabi məxdumi Mevlana Abdurrahman Cami. Cami nə dövrədir, həm dövrədir yəni bu. Məddəllah Teala təlaləhu əla müfariq talibin divanləri aradə bulğay. Onun Mevlana Abdurrahman Cami'nin bundan eyni zamanda yaşır yəni. Nəvai qoy əvvəl yazaq, Nəvaidən görək biraz Nəvai şair məruf beləsi eləyək. Adlım Türkçə şairin tariflerin qəməricə yaz. Nəvai yəni Əlişir Nəvai. Allah rəhmət eləsin, bu Əlişir Nəvaidən biz çox oxumuşuq. Nəvai yəni Əlişir Nəvai şairi. Dünənləri bir Türkiyədə bir dizi gedir. Yox, bir-iki gün bundan öncə. Məhməd Fatihlər Sultanı. Orada Əlişir Nəvaini görsətdi, onu gətirdi o dastanın içinə və onun orada bir söhbət keçdi şahla Əlişir Nəvai arasında. Dəqiqən bu gün Azərbaycanı orada danışdılar. Düzdür, orada Çini danışdılar. Amma sözlər bugünkü Güney Azərbaycanı danışdılar. 844-də doğulubdur. Hicri qəməri illi desaq. Nəvai divanı adı əvvəl beləsi yazıq. Ad divan Nəvai, Nəvai Əli Şiri Nəvai. Doğum tarixi 844. Ölüm tarixi 906. Həratda doğulubdur. Doğum yeri Hərat. Teymurilər çağı. Bunu geçən dəfə oxumuşduq, amma indi istədim bir onu çıxadaq. Bu 906-da ölmüş olursa, yəni kitabı hududən 500 il bundan öncə yazılıbdır. Üst-üstə, biraz aşağı, biraz yuxarı 500 il öncə yazıbdır. Burada deyir ki, mənə dedi ki, istəyirsən bunun əsərlərin tarixi üzrə yazım. Dedim, yazsın, görək ki, nə deyir. Əlişir Nəvainin Hicri qəməri üzrə məşhur əsərlərini yazırım. Divan-ı Türki Cığatay. Çahar divan-ı məşhur ki, məcmuən Xəzainül Məani adında yazıbdır. Qəraib-ı Sığər hududi 870-də yazıbdır. Nəvadir-ü Şəbab 880-də yazıbdır. Bədai-ül Vəsət 890-da yazıbdır. Fəvaidül Kibər 900-də yazıbdır. Bu divanın indi məsələ budur ki, Məsnəvi Xəmsi Türki Nəvai bi təqlid ez Nizami Xəmsi bi Türki surude Heyrətül Əbrar 888, Fərhad-ı Şirin 889, Leyli Məcnun 889, Səb'i Səyyarə 890, Sədd-i İskəndəri 891-də yazıbdır. Ölüm tarixi 96-da, hələ qalır ki, yazsın. Asar-ı Nəsri və Ədəbi Mühakimətül Lüğəteyn 905-də, bir il ölmədən öncə.
Difai elmi və ədəbi az bərtəri və təvani zəban türki در برابر فارسی. Bunu oxuduq. Biraz əgər yadımızda olsa, çox da böyük kitab deyil. Tərcüməsi ilə falan 109 səhifəyə gəlibdi. Amma özü 30-40 səhifədən çox deyil. Yəni əsli kitab. Məcalisün Nəfais 896-cı ildə. Yəni ölən ili bunu yazıbdı. Təzkiri şairlərdir. Bu şairlərin yaşamına görə. Mizanul Oğuzan 893-də yazıbdı. Dərbari Uruz və Oğuzan şeiri. Asar-ı İrfani yazdıqları. Nəsaimül Mühəbbət 899-da yazıbdı. Ərbəin adlı bir irfani 890-cı ildə yazıbdı. Cəmbəndi Kutah dövrə fəaliyyət əsli 870 ilə 905 arasında, 906 arasında əslində. Çünki orada da bir kitabını gördük. Zəban-ı Qalib Türkiyə Cığatay. Yox, istəmirik. Tamam, bunları bildik. Dedi ki, cami ilə həm əsrdir, amma özünün tarixini çıxartdıq da kitabları. Amma bu divanın nədən isə orada mən divanı görmədim. Nədən? Ya gördüm, diqqət eləmədim. Divanı Türkçə adlarını yazıb, amma biz burada bu divanın hələ onda bəs adına bax qalmamışıq. Görək ki, bu divanın adı. Bir yerdə əlbəttə bir şey oxudum, amma görək ki, deyir da, hələ feylən deyir ki, o nağılı deyir ki, nəzr oldu, yazdım. Mevlana Abdurrahman Cami Məddallahu Teala zəlaləhu əla məfariq talibin divanları aradə bulğar və Uyğur ibarətinin füsəhasiydin. Uyğur ibarəti burada dil mənsurudur. Və Uyğur ibarəti birinci dəfədə görürəm ki, Uyğur kəlməsin millət olaraq işlədir. Dil olaraq işlədir əslində. Uyğur ibarətinin füsəhasiydin və Türki əlfazinin büləğasiydin. Wow, Türk dilinin əlfazda Türkünün sözləri iki vardı onun. Və Türk əlfazının büləğasiydin Mövlana Səkkaki və Mövlana Lütfi. Bu da üçüncü. Rəhəməhumullah humadır da ərəbcə. Rəhəməhumullah kim? Biri-birinin şirin əbyatı iştihari Türkistanda biğayət və birinin lətif qəzəliyyatı intişari Iraq Xorasanda binəhayət durur həm. Bir də buranı oxusam, sevdim bunun üçün ki. Divanları, yəni şeyin, Abdurrahman Cami Həzrətlərinin, Allah rəhmət eləsin, divanları aradə bulğar və Uyğur ibaratinin füsəhasiydin və Türk əlfazının büləğasiydin. Kim? Mevlana Səkkaki. Mən deyirdim bu Səkkaki ərəbdir. Mən bunun kitabını oxumuşdum Hövzə elmiyyədə olanda. Səkkaki və Mevlana Lütfi rəhəməhumullah kim? Birinin şirin əbyatı iştihari Türkistanda biğayət. Birinin şirin əbyatı Türkistanda yayılıbdır millət arasında. Və birinin lətif qəzəliyyatı intişari Iraq Xorasanda binəhayət durur. Həm divanları mövcud bulğay və qərib raq bu kim? Qərab məani iktisabi üçün qəraybi qərabət iqlimida təb'i siyahiniğurbət qəsalğan Farsi dəssar Türki şiar yigitlar sərxeyli yar qərinim Süheyli damə tevfiqhu kim? Süheyliyə gəldi ki, o da deyir türküdür. Bir də burasını oxusam. Bu kim? Məani iktisabi üçün qərayib iqlimida təb'i siyahiniğurbət qəsalğan Farsi dəsar və Türki şiar yigitlar sərxeyli yar qəribim ya da qərinim Süheyli damə tevfiqhu kim? Farsi əş'ar bəharida feyzi səhabidin yaqan yəni yağan
çox yağan. Feyzi səhabidin yağqan məani yağmurinin hər qətrəsi riştəsi qə şux təbi abkari barmaqları ücü bilə 100 kərə tükare və türki tükürmək yox, bağışlayın. Tukarur, yəni tökülmə, yəni qurtarır, sonu. Beləsi Süheyli haqqında belə bir cümlə işlədi. Və türkü əbyat meydani da əzimət və pasın püyağa salsa əzimət bad pasın püyağa salsa, bilmirəm nə deməkdir püyağa. Pas mən kəlməsini bilirəm nə deməkdir. O şey ki, zəngar, zəng deyirlər farsçada, paslanmaq. Pasın püyağa salsa yüzlüğü olgan dəqaiq biri pəriveş larının silsile zülfi cabüklük şəhsəvari sinani cabüklük şəhsəvari sinani nuki bila 100 zərd qutar verhalya kutarur. Burada bəzi kəlmələri baş tapmadım, anlamadım da yəni əslində buranı. Bad pasın püyağa salsa. Püyağa nə deməkdir? Bad əzimət, yazım bunu. Yazım görün bu nə çıxır. Buradan bir şey çıxadıq. Əzimət bad pasın tamam. Bad pasın püyağa salsa 100 yılğı olkan 100 yılğı olkan dəqaiq. Görək bunu nə deyir? Olkan dəqaiq. Əzimət bad pasın, Əzimət bad pasın. Ay dad, qələt yazmışam burada bir şey. Əzimət bad pasın. Har dedi? Püyağa. Püyağa salsa. Tamam, təzəşdən göndərim görüm nə deyir. این عبارت به صورت ترشی icratای قدیم است و ساختی شعری ادبی دارد. در ادامه خوانش معنی واژه به واژه متن. عزیمت باد پاسون پویاغه سالسا yüzlüğü olgan دقایق. عزیمت قصد حرکت اراده. باد پاسون تندپا. پوی اثر پا. رد. پویغه چی dedik به سوی. پویغه. Pay sözündən, elə pa sözündən puyğa. Pa sözündən bad pa, puyğa Farsıya getib peyma. Onu olacaqdır. Puyğa salsa əndazət. Yüzlüğü cüsəsti buridə. Olgan şude. Dəqaiq ləhzəha. اگر عزمی رد پایی باد تند را به سوی خود اندازد
beləsi. Amma çəş bunu şey yazayım. Tərcüme روان ədəbi به فارسی onda ötürək چون اراده به شتاب باد در آویزد لحظه ها تاب نمی آورد و هم می گسلند. Bu bunun farsçası. Tərcüme İstanbuli. Əzim fırtınanın izini yol edinirsə, anlar bilə parçalanır. Tamam. Əzimət bad pasının puyağa salsa yüzlüğü olkan dəqaiq pəriveşlarının silsilə-i zülfi çabüklük şəhsəvari sınanı nuki bila yüz zərd kutarur halya İkalası الفاظ نظمیغه قایل بلکه دیوان تکمیلیغه مایل bulgay. Tamam. Halya ikalası sonunda elə bir ikalası yenə bir vaxtı qalası sözündən olacaqdı. İkalası her dو tayəş. حالیا ikalası الفاظ نظمیغه قایل بلکه دیوان تکمیلیغه مایل bulgay dir ta əcəba. Daxi burada bir şey yazıb oxuya bilmədim. Daxi لطافت شعار نازملار ظرایفی و ظرافت disar ragimlar lətaifi hər yandan istima tuşar. İstima tuşar yəni qulağıma gəlir, düşür. Kim köpraki qəzəl üslüğə ya da üst deməkdir, yəni bərtər, üslüq. Kim köpraki غزل üslubiğə düzdür. Kim غزل üslubiğə məşğul da tilğan غزəllərdin kupraq nə deməkdir? Bunu yazaq şuraq. Kupraki Latin kuprakı köprəki cüğətay qədim ansutər, antərəfdər köp بسیار فراوان دور. Tamam. Raqdakı o raqdır da, yəni oradan gəlibdir. Kim köpraqi qəzal üslubiğə məşğul və məşğul da tilğan غزəllərdin köpraqi mətbu və məqbul durur məni dəryasida müncə yəni bunca qəvvas arasında bir biyabanığa xuy qılğan divanə kim? Bir biyaban çöl, səhra. Onlar dedi ki dərya, bu da çöl, yəni kəvir desək farsça. Bir biyabanığa xuy qılğan divanə kim aşina fənnidin daxi biganə bulğay özün ni no-i salğay və salsa həmni gövhər tapa ılğay. Rubai. Bu qafilə eliğə hərəm şoqi tamam. Bu qafilə əhliğə hərəm şoqi tamam
Cemazalari Puyayla Ebri Xaram. Puya dedik ayaq yolu, tamam, izi. Puyayla Ebri Xaram. Məni xəstə ki birdin ala alman bir kam. Məni xəstə kim yerdin ala alman bir kam. Həmrəhlik arlarıyla alarıyla xiyali durxam. Həmrəhlik alarıyla xiyali durxam. Daim il qarşısında. Daim il qarşıda bu növ məqbul üzrüylə məşhur öz əlimdə bu məquli bəhanə birlə muəzzur irdim. Muəzzər idim, ya məzur idim, düzdür, təşdid deyil. Məzur irdim. Ta روزگار حوادثی اول جهاندار سلطنتی اساسın برهم ürdü ve yili teherrüklük sipehrül kamkar şem ehyatın ütürdü. Melikistanlık təxti bir şahınşahı məqdəmilə təfaxür qıldı. Kim səadət əxdəri tacinin cövhəri bulmaqlıq tila başın gülka tikirdi. Gölga göyə, gölka tikirdi və cahanbanlıq tacı bir əncümi sipah fərqi bila mübahat görünürdü. Yəni görünürdü. Görgüzdü. Kim İqbal Kövkəbi çətrinin qübbəsi bulmaqlıq bila fərqin qoyaşağa tikurdi. Burada şeydir ya, Mülk-i Bostani burada silinibdir əslində. Bir dövləti məş'ə nəmənə olar oxunmadı, gedək o biri səhifəyə. Buldu kim? Uçuğuninin əş'əsida Bədri Muniri Əlida Səhadik yaşundi və Ədli Şəhristani bir mə'dələt xurşidi bilarudi. Kim əş'əsinin pərtovida mehri aləmgir mehri alida zərrənün göründü. İqlimgiri kim? Humayun Əlqabi şərəfidən fərman rəvalıq xutbəsinin yəni payəsi müştəri müniri payəsi müştəri oçğa limenni və gənc yaxşı kim روز افزون جهانی اسمیدin keşverguşalık sikkesinin mer'atı behbud nekşi zahir iti pak dini kim şeriat revacida خورشید rayeti ehtisabidin zühre udi yüzidaki tarların müshafi üstte bir xət qoyub ora bitirga müshaf bitirga məstəri yüzga məstər sətirlər məstəri yüzga çəkdi yüzünə adli ayini kim rəiyyət rəayətində insafi və dehqani insafi
dehgani عددin مریخت اندیش ثوابت دانلارın سپهری مزرعیدا سپهر مزرعیدا ایتیکی صاحبی گرانی کم تیغ سویدin رزمی بستانیدا فتح güllari açıldı. Mülk-i kim azmi eseridin bezmi encimida inayet sahabidin zaferdürlari saçıldı. Ya da zaferdürlari sahiliydi. Beləsi, sahili, saçılı deyil, sahiliydi. Şah Ovzai tərifində. Tamam, görək burada nə deyir? Müqəddəməsi çox mühümdür, çünki biz yazarın özü ilə niyə yazır kitabı, qonusu nədir, kimin əmri ilə yazır, hangi zamanda yazır, bunlarla tanış oluruq. Bunun yanında əl yazması ilə də tanış oluruq. Yəni kitabı beləsi oxuyanda, səfənin dalbadal oxuyanda eləyə bilirik ki, yazarın əl yazısını yaxşı oxuyaq. Əlbəttə dedim, bu kitab üçün İranda məclisdə saxlanır. Bunun əkkası həm fokus eləməyibdir, kitabı yəni çox dürbün saf götürməyib ki, burada bulut olmaya, toz olmaya, həm də arxasına PDF eləyəndə məclisin armın salıblar ki, kitabın oxunması 100% xərab edir. Yəni o olmasa daha yaxşı oxunar. O yerlərdə ki yoxdur, adam biraz oranı oxuya bilir. Şah Ovzai tərifida. Şəhi kim vəsfi 100.000 yıl tükanmaz disanur min til. Şəhi kim vəsfi 100.000 yıl tükanmaz disa 100.000 til. Bu ayetli ganca 100.000 yıl yana her biri 100.000 yıl. Ki 100.000'din biri zikr olmay ardiger olsa 100.000'in qarn. Bu 100.000'in qarni din hem bulsa her ləhzə 100.000'in yıl. Rubai Ali nəsəbi bila qıvanıb xanlar. Tüm gün eşinə yastanıb. Bura oxuya bilmirəm təəssüflə. Qaanlar, beləsi bir şey olur, qaanlar olacaqdır. Ay yıl qədəmida baş qoyub xaqanlar. Ay yıl qədəmida baş qoyub xaqanlar. Canlar bila qulluğun qılıb sultanlar. Bir ayrı rubai. Gərdün qədi hilmi yükidin yok idin xam buldu ya xum buldu. Gərdün qədi hilmi yükidin xum buldu. Ayləm əsirayi nuridin kim buldu? Sultanlıq ana gerçi müsəlləm buldu. Bu tərəf ki dərviş sifət həm buldu. Bu türfə ki dərviş sifət həm buldu. Nəzm. Dedim, yəni baş tapmıram ki, bu nə olacaq? Bu yanqılıq yazdı el-itabini doğran. Bu yanqılıq yazdı el-itabini doğran ki Sultan İbni Sultan. Əbu Əl-Qazi Sultan Hüseyin Bəhadurxan. Pəs bunun adı Sultan Hüseyin Bəhadurxan dövründə yazıbdır. O şah öldü yəni. Ehtimalən hangi şah idi? Sağ Sultan Hüseyin Bəhadurxan xəlladallah mülkəhu və sultanəhu və bihi sultanəhu və sultanəhu da fazə aləl-aləminə birrəhu və əddəhu və ihsanəhu. Rubai. Bu Sultan Bəhadur Əbulqazi Sultan Hüseyni Bəhadurxan
Dünən o birisi kitabdakı oxuduq, Suada idi, yox o deyildi. Bir ayrı kitabdakı oxuduq, orada Şahruxun oğlu olacaq bu. Teymurun oğlu Şahrux. Onun nəvəsi, yəni Teymur həzrətlərinin nəvəsi olacaq. Rübai. Ruzi ana barca kaum bulsun ya Rab. Ruzi anga barca kaum bulsun ya Rab. İqbali mimi mudam bulsun ya Rab. İqbali həmi ola bilər. Həmi mudam bulsun ya Rab. Həm işrəti berdevam bulsun ya Rab. Həm dövləti müstedam bulsun ya Rab. İndi burada bu bir dənə barcanı yazaq ki, barca nə deməkdir? Bunu da bir, çünki bu neçinci yerdə oxuyuruq, bəlkə qələt oxuyuruq. Varca mən məni eləmişdim, amma görək ki, nə deyir? Üsmani vəcəhətdə mən bəyənək borc, dej ya ehkam. Ola bilər, borc mənasına gəlsə, ola bilər. Şeirdə şəhri darayı borc, məqam-ı bulənd ya fulan, farsi borc qəl'ə, ged bura. Amin ya Rabbel alemin. Hasil kim? Çün ol səltənət sipehrinin güyaşi əncümən şahi törtüncü, yəni dördüncü sipehr əncüməni fi musaxxar qıldığından üzr istəyirəm, mən fi oxudum, türkçədə fi olmadığı üçün gərək qeydəm tutuşunu oxuyum. Kim? Çün ol səltənət sipehrinin güyaşi əncümən şahi törtüncü sipehr əncümənini müsəxxər qılğandık törtüncü iqlim təxtida mütəməkkin buldi rüb-i məskun xəlaigi fərağət miskeni və əmrinə əlhal və rifahiyyət و امرنا الحال و رفاهیت مأمنی دا فارغ البال بلوب شاه غازی ədalət nizamida. Bu haqda bir şeir yazır. Şeirin də bir yerdə yaddan çıxıbdı. Dedim bu olanda qırağında yazır səhih. Bu nüsxəçidir. Nüsxəçi şeiri beləsi yazır. Yəni əgər şair öz yazdığı deyil, nüsxəçidən gəldiyi üçün beləsi olur. Mən belə düşünürəm. Nə üçün kim qəmər tikrasida nücum? Nə üçün kim qəmər tənri ola bilər? Tənrasida nücum ulus ol güyaş sari qıldı hücum Cahan mülkətinin uluğ beyləri Cahan mülkətinin uluğ beygiləri yenə payedadur taraqdikləri uluğni vardır tanı kim xas-ı am uluğni vardır tanı kim xas-ı am rəfi-i astaniğə ilab xaram yetib dərgəğə tapıb barhəm budur türfəraq kim məni zar həm fələk cufida bir avuc xak edin فلک جوفیدا bir avuç xak edin Geransiz təngir içrə xaşak edin Geransiz təngiz içrə dəniz olacaqdır. Geransiz dəniz içrə xaşak edin Cənabiğə kim ərsəsi dur sipehr Cənabiğə kim ərsəsi dur sipehr oşul ərsə ki heçləri mahu mehr kerpiçləri oşul ərsə kerpiçləri mahu mehr özü
məni salıb zərrə dik biqərar. Üzü məni salıb zərrə dik biqərar, atıb ol quyaş nurida zərrə var. Çün yüzüm bu siper asa dergah tofrağıdin bəhrəmənd və başım bu fələk fərsa bargah itlari. Ayağıdin ərcmənd buldu əgərçə atadadin beyti puştığa dikinca bu rəfi dudumanın bayrası bəndəsi və vəsi astanenin murisi toğması, yəni bu xanəzadənin xanəvadəsi bu xanəvadənin xanəzadi irdi. Bəndəlik ədası da nəzm. Atam bu asiyanın xak piri. Atam bu آستانın خاک پزی یا خاک بیزی. Anam هم bu سرابستان کنیزی. Sana ger xod bulay bülbül gerzağ, kim iş bu dergah olğa gülşen u bağ. Veli ömrü bu gülşendin havadis, qılıb canimğə hicran der rənci hadis. Velikin qabiliyyət qillətiydin və həqarət kisretiydin, hərgiz səlatin ali miqdar mülaziməti müddəası xatirimğə xutur qılmayd və raydi və rayirdi və xəvagin سپهر و خواگین سپهر اقتدار خصوصیتی təmənnası batinimdə zuhur etmaydır. Bir kitabın adını desə qutarırıq bunu. İrdi. Amma ol həzrətinin kimya xasiyyətli iltifatlarıydın və iksir mənfəətlik müraatlarıydın. Mülazimət da bi ixtiyar ubudiyyətdə divanəvar irdim və xurşid rayi nəhayətsiz tərbiyyətlər qoyaş tağdın ənvai cəvahir peyda həman olacaqdır. Bida qılğandıq göngülüm qa. Burada bir silinibdir, yoxdur. Nəmənə din və dəqaiq gövhərləri bila arastə qılar. Üstə bir dərdi yazıbdır onu və səhabi üstünə xət çəkibdir, qırmızı xət. Və səhabi qıraqda əlbəttə yazıb ki, bir məni qubbə. Səhabi kəfidin gayətsiz təqviyyətlər bulut tofrağidin türlük rəyahin hüveyda qılğandıq xatirim bostaninin lətayif gülləri bila pirastə ilar irdi və dərruba burada da bir kəlmə yazıbdır, üstün qərəliyiblər. Tilika məcalisida bəzi əbiyyatın məzkur və gövhər nisar ilki ka məhafilda bəzi qəzəliyyatın məstur bulur irdi. Gahi ibarətim qusurin təbir birmak bilaibdin mübərra və gahi məanim futurin islah qılmaq bila nüqsanidin
Məərra qılır irdi. Bəzi benim din biraz namünasib lafzini çıkarıp bir deste şübhe itra bir dürri şahvar tartqandın tartmaq, çəkmək, vəznin, ağırlığın tartmaq. Tərəzidə məmulən tartarlar, dartarlar. Dartmaq eyni halda buğdanızadı da dəyirmanda dartarlar, un elərlər. O da bir şeydir. Dartmaq, çəkməkdir əslində. Məsələn, daşı qoyurlar tərəzinin bir gözünə. Qədim, indi bilmirəm, dostlarımız çox iş görməz cavanlar. Tərəzinin gözünə daşı qoyardılar. O qalardı orada, məsələn, 1 kilo, 2 kilo, məsələn, bir batman, hər nə mənə orada qoyardılar ora. Bu birisinə götürəndə tərəzini o qalardı yerdə, bu tərəf qalardı. İndi onu dartmaq lazımdır. Məsələn, alma alır. Almanı qoyardılar bu gözə qoyduqca o ağırlıq gəldikcə bu alma çox olsaydı, hətta o daşı qovzardı göyə, o dartışardı. Gəlirdi ortada olanda deyərdilər ki, bu tərəzi düzdür, yəni dartdı, düzdür. Onu verərdilər. Şahvar tartdıqdın birar lafzi giyirür irdi. Birar lafzi giyirürdi və bəzi qəzəlimdən birer nahencar beyti xət urub pürnurug bir yüzük dəşt icra bir qəsr-i zərnigar yasağındın birer tiğə dəxli pərver irdi. Bu aşıfte əbyatımda o lafz və bu perişan qəzəliyatımda ol beyt rübai xar arasında istirdim bunu ki, hər halda şey eləyəm, nəzərimə gəldi ki hududən 1 saat 37 dəqiqədən də çoxdur ki oxuruq, pis oxumamışıq. Yəni buradan 24 səhifə deməyək, 20 səhifə oxumuşuq, 20 səhifə deməyək, 15 səhifə oxumuşuq yəni. Bura 12-ci səhifədir. Keçsəm əvvəllə görürük neçə səhifə. Bu 1. Bu 3, 5, 7, 9, 11, 13. 13-ün çıxsaq neçinci səhifədəydik? İndi yadımdan çıxdı ki, neçinci səhifədəydim, cəlibdir. Tamam, buranı oxurduq xətmən. Qəsr, bəli, buranı oxurduq. Ya, o birisi səhifədəydik. Bu aşıfte əbyatımda ol lafz və bu perişan qəzəliyatımda ol beyt rübai xar arasıda irdi cövhəri yanlıq şəhd ya güllar içində irdi əxgər yanqlıq yaxud tikan itra gül əhmər yanqlıq bəlkim tən ara ruh müsəvvər yanqlıq. Çün bu beytlar eyvani ol islahlar nakş nigaridin rəşk nigar xaneyi çin və bu غزلlar بستانی ol ihtimamlar behadirin غیرت خلد برین bula başladı sahib nezarlar gözüna mahbub rak ve ehli dillar göngülü na könkika mergub rak bulup hürmeti gayettin ve şöhreti nihayettin ötti vel hak. Ötdü, yəni ötdü, keçdi. Məsələn, bəzi qəzanı qoyuruq qalsın, deyirik, ötdü, yəni vaxtı keçdi. Yəni, çoxdur, çox oldu. Beyt,
buldu çu şah surdی buldu çu şah سردی اصلاحی ایثار کا خامه buldu çu şah سردی اصلاحی ایثار کا خامه her beyti şah beyti bir name şahname her beyti şah beyti her beyti şah beyti bir name şahname bin bu viraneni ol cevahir nakdi mehzen cılgan heyretidin mütefekkir ve buna nişane-i ol meşaili nuri roşen meşaili nuri roşen itqan Fikrettin mütehayyir rubai nezm. Uzun bir nezmidir. Roşen qılıb ol çıraq tabendesini Məsud itib ol əxtər fərqündə minidir ya sinidir bunu bilmirəm. Mini olacaqdır. Yəni məni. Roşen qılıb ol çıraq tabəndə mini Məsud etib ol əxtər fərqündə mini hər nöqtəsi 100 qatla qılıb bəndəsini hər şəfəqəti bəndəlikdə şərməndə beni. Burada bir şey de yazıbdır, ayrı xəttinə yazıblar. Mundaq nəmənə qalda nəzm. Nidayətgürdi nagah nəmənə raz, münteha raz که ای افسونگر افسانه پرداز بلاغت کشورینین نکته‌دانی فصاحت ملکتینین صاحب گرانی روان خامنین üçün ilab mürəttəb روان خامین üçün ilab mürəttəb ilab elə mürəttəb ətaru göz qərasidin mürəkkəb əttaru göz qərasidin mürəkkəb məani xeyli ki mər'i imas ol məani xeyli ki mər'i imas ol həmana qıldı xaming çufida yol cof içi cofida cofində. Burada yazsaq onu mən görürüm ki جوفیدا در ترکی چغاتای جوفیدا یک واژه ادبی و استعاری است و معنای اصلی آن جاویدان، پایداری، ابدی، جاویدdən deyir gəlir, amma deyil. Orada o mənada deyil, amma baxaq görək. معانی خیلی ki mər'i imas ol həmana qıldı xaminin cufida yol. Cof paltarın içi olacaqdır. Yəni bu paltarın içində bədən vardı o. Ulus təb'idinin səhabi yağmur idin. Ulus təb'inin səhabi yağmur idin. Bulub sirabəl nəzminin dürridin. Sözünün bir avuç ervahingini elmini sözünün bir avuç urabe hengidi bu başlap buramı nədir baxdı. Sözünün bir avuç urahkiti elmini ki sordung erşi lohiğə qələmini. Çəş onu oxuya bilirdim nədir. Urabe hənketi. Urabe hənketi nə deməkdir? Burada yazaq şuraq. Urabe hənketi. Görək nə çıxır bu. به نظر میاد ترکی عثمانی چغاتای باشد و منای رو به تجزیه کرد. اورابه معنای
rah, məsir, caddə. Bu anlamdadır. Hənkəti rişə az hənkə, hənəkə, hankə, hankət. Hikmət, danayı filan. Tamam. Pəs beləsi olacaqdır. Sözünün bir avuc urabə hənkəti elmini که سردون که عرش لوحیغه قلمینی اگرچه اختری در هر sözünün پاک که ایرلür aynının başığa افلاک که ایرلür aynının başığa افلاک ولیکن bu kadar bikri perişan ولیکن bu kadar bikri perişan benatun ne'şu yek di ki bulmuş perişan benatun ne'ş dik bulmuş perişan tilar pir bur perişan bulsa mecmu tilarnir bu perişan bulsa mecmu dilenmek ihtimalen tilanır bu perişan bulsa mecmu revan bul kim imas dur üzri mesmu revan bul kim imas dur üzri memnu mesmu çu ali hem temiz buldu mayil çu ali hem temiz buldu mayil besin oldun muncena در سرگا قابل bunu istaydır imdi ray ali bunu istaydır imdi ray ali ki gılgay fikrinin divan xiyali cahanda kimga bulsa münce فرزند که bulgay erci barca که bulgay barca ruh افزا و دلبند روا میدür birinin فرخ zamanda روا میدür bizintik روا میدür bizintik فرخ zamanda alar ni derbeder kılmak cahanda barın yığ idi barın yığ idi andak kim atalar sürük tiflin ne çünk kim kedhudalar kibar ol خیلی سرگردان ساده سنگا فرزندü تیرکا خانزاده alar bitare deniz çaresiz alar bitare deniz çaresiz sin ta mehrebansın sin imansız çu bildiğinin hükmü barayişten rücu et çu bildiğinin hükmü bar işten rücu et revan maksud sari ok şuru et. İnşallah kitabın adını burada deyir. Müretteb qılmağınca yetməyir dem söz olduğu muxtasar və Allahu ələm. Bu vacibül ittiba emri vukuidin ve bu yesihus sukut hükmü suduridin dud başımğa açtı ve ot damağımğa tumaştı. خامم تلی لال و تلیم خامسی شکست مگال بولدی نی شروع گلورغا قوت و نی üzr اترغا قدرت gayet israr belki israr din öz vaqiimğa sadık varız
halimğə muvafiq tilim bu beytiğə mütəkəllim və gönlüm bu nəvağa mütərənnim irdikim təmsil. Nəvai qəmğə qaldı öz kəlam canfərasidin. Anın dik kim yetar bülbül və mehnət öz nəvasidin. Burada bir yazı yazıbdı ikinci qalanında, üstünə xət çəkibdi, qırmızı xət çəkibdi. Kinacah xərdü biri nəhib. Nacah xərdü biri nəhib odurdi və əqli xəbiri yüzü mana yügürdü. Buradan bu yüzəsinin üstünə xət çəkib ki, fulan bunu tirə canlıq dini bəla əczi və natəbanlıqdır. Nəzm. Hər halda geçir buradan bu yüzə. Kitabın adını tapa bilmədim təəssüflə. Bu gördüyünüz kimi bu kitab əl yazmadır və Cığatayda yazılıbdır. Allah rəhmət eləsin, Əli Şir Nəvainin qələmindən çıxıbdır. Divanda hər halda. Nəvai divanı gərək bunu yazaq. Hər halda fikirləm ki, əlbəttə görürsünüz da, yəni divan da deyil, əvvəlləri bir ayrı bir şeylər yazılıbdır. Amma biz bunu yəni istəyirəm, nə cürdürsə göylüm əl çəkmir ki, bunu oxumaqdan qutaram. Yavaş-yavaş hazırlanmalıyam, bir yerə də getməliyəm, amma burada Bismillahirrahmanirrahim gördüm. Hər halda bu bir səfər, iki səfəni oxuyayım. Çünki yavaş-yavaş geçdi, Bismillahirrahmanirrahimi gördüm. Ki fulani bunu tirə canlıqdır. Ney bəla bila əczu natəvanlıqdır. Rənc görmə kişi tapar mu fəraq. Rənc görmə kişi tapar mu fəraq. Göngdə ortanmayın yarur mu çıraq. Yarur, yanır, amma yamaq deməkdir ehtimalən. Toxm yerka girib çıxaq buldu. Toxm yerə girməsə çıxmaz. Toxum da hər rəmənə. Toxum yerka girib çıxaq buldu. Qurt candın geçib ipak buldu. Lalə toxmincə qeyrətinin yok mu? Lalə toxmincə qeyrətin yox mu? Belə qurticə təm etmənin yox mu? Bunu oxuyabilir. Himmətin. Belə qurticə belə qurticə himmətin yox mu? İlasan həm şuru can çəksang. Səida 100 piyalə qan çəksang. Səy ilə 100 piyalə qan da məcbur olsan ki, içəsən. Sen mu bir gün rur anga terbiyertin. Sen mu sanma. Sen mu bir gün durur anga yertin. Belki şah sayi itgüsü tedvin. Çün xreddin yetişti bila nevid. Çün xreddin yetişti bila nevid. Menga buldu özümdin özga ümid. Tenri olacaktı. Tengri lügün iddia ile. Yetingri tengri di. Yetingri lügün nuksegin Tengri tuksegin iddia ile. Okuyabilmedim onu. Şah cenabığa iltica ile. Hükmü məzmuniğə qələm çəkdim. Səfə tərtibiğə rəqəm çəkdim. Ərzimas gər yığarğa ol xaşak.
Arzumas da bəlkə. Arzumas gəriğarğa ol xaşa çu budurlar nəhan durur andani bak. Anda ni bak. Gerçi bəs tirə rudur ol zulümat غمیماز چون بارanda abi hayat. Çün baranda abi hayat. Bu divan inşallah divan. Adı divan oldu. Tamam. Divan. Bu divanda inşallah bu zabite bila kim mezkur bulur müretteb bulgay ve bu rabite bila kim mestur bulur ihya tabgay pence nui iş kim munda mer'i bulur durur. Özka divadinda görülmaydır. Özga divan yazacaqdır. Devanin beləsi devanin cəmi divandır da. Devadinda görülmaydır. Görülməzdir özgə divanlarında. O əvvəl budur kim, hər kişi kim divan tərtib qılıb durur, 32 hərf din kim xəlayiq ibarəti da vaqe durur və olus kitabəti da şayi turut. 4 hərfqə və olus kitabəti da şayi 4 hərfqə təərrüz qılmay dururlar. Çün sadri söz ərusi nəzm həririnin mətbu kisvətin və muzun xilqətin yazmışmış, xət çəkib üstünə, xilət yazıbdır. Bəllidir, bunu yazan şair deyil, bunu yazan nüsxəçidir. Və muzun xilqətin geyib cilvi ağaz qılsa haqqı yaquti dağı 32 gövhərdin. 32 hərfidən danışır da. 32 gövhərdin qacan kim turidqa nüqsan vaqe bulsa müqərrərdir kim cəmaliğə andın qusur və kəlamiğə andın futur vaqe bulğusidir. Rübai şuxi ki o cuşi hüsnü cemal ulğay anga bir hüsnü yana hüsnü megal ulğay anga la'li aradular rida ger bulsa qusur sözdür da girak kim enfaal ulğay anga. Bu cəhəddin ol 4 hərf cəvahirlərin dağı üzka hurufi cəvahiri silka tartıb qəzəliyyatı 32 hərfi tərtibi bila mürəttəb qılındı. İna bu kim? Burada bir şey yazıb oxuya bilmirəm amma bu kim? Hər hərf qəzəliyyatının əvvəl tilkan qəzəlbilə özqa qəzəllər arasında üslub ceyşidin təfavüt qılmaydılar. Müqərrərdir kim hər əmrida hər ləhzə haqqı subhanəhu təala həmdidin ba Resul aleyhisselam ni'ati din ya bu iki işka delalet qılırdik. Bir əmr din gafil bulmağılıq oli durur. Hər orada bir dənə C bir yerdə yazmışmış, onu gəlib burada yazıb səhihdir, yəni C düzdür. Orada hardaydı bunu mən onu görmədim. C əgər ləhzə, aha burada əgərçi hər ləhzə belə su yazmışıq, onu C-yi burada yazıbdır. Qırmızı ilə bir 7 açıb əgərdən sonra C hər, onu səhihdə üstə yazıbdır. Əgər
çe hər ləhzi bu səadət müyəssər, yenə də burada müyəssəri üstə yazıbdır, 7 açıb üstə, səhih yazıbdır, yəni düzdür. Əgər çe hər ləhzi bu səadət müyəssər bulmasa, hər mütəəyyən əmr iftitahi da xudni نوعی تغافل و تکاسل روا görür lüga Subhanahu ve Teala. Egerçe ürür Tengri Teala sözü başdın ayağa kelami terim, yani her ne menadı bu orada düşüp silinip değil. Görür ki erür evveli her surenin Bismillahirrahmanirrahim. Görür ki erür evveli bir sure ya her surenin Bismillahirrahmanirrahim rubai. Bu işgah hadisi hem erür şahid hal hem bila eyan kıldı Huday müteal. Burada bir de Resul yazmışmış, onu silip de üstüne Huday yazdı. Kim sabit ürür ki külle emrin zibal hem ol ki Resul didi bardur anga dal. Burada 1, 2, 3 yazıbdı. Çal o bir hardaydı. Ehtimalin üstəki şeirdə 1 olacaqdı. Yoxdur orada. Görmürəm burada. 2 yazıb burada. Sonra 3. Sonra 2 yenə 3. Ehtimalən bilmirəm. Rubainin 2, 3 beləsi bir şey yazıbdı. Baş tapmadıq. Hər halda əvvəldə görürük ki, Qərəzin filanı yazıbdı. Çox gözəl kitabdır, adı oldu Divan. Bu qismətdən də istirdim biraz oxuyam, amma da vaxtimiz keçibdir. Eləmənə, aha, burada bir dənə yazıb ki, Zikri Əddin Əmir Əli Şiri Təzkirətü Şüəra. Bunu bir nəfər ayrı adam yazıbdı da, burada qıraqda bir şeylər yazıbdı. Zikriddin Əmir Əli Şiri Təzkirətü Şüəra Samirza mezkurat az kemal ülüvümdür, az ülüvümdür ve azmi şa'ni muhtaci sitayiş ve beyan an Emir Ali sirkin vasfi suret nam اوست در اذهان الملقبی به صاحب الخیرات المقربی به حضرت السلطان وی خلفی صدفی یا صدقی کتینجه بهادرات کی در ایام سلاطین چغتای تخصیصی در زمان سلطان ابو سعید ارتعبان بلا bir şey adı vardı ابو سعید ارنمنه بان در جاهی عالی پادشاه بوده و جد مادریش میر ابو سعید بی در ابی سعید در سلچی اعاظمی امرا بایگرا میرزا جد سلطان مشهور. Burası Farsi yazılıbdır zahirən. Ayrıdır, oxuması çox zordur. Əlbəttə oxudum, yəni deyim ki, xətti oxuya bildim. Gedim kitabın sonuna istirəm gedəm. Sonundan da biraz oxuyayım və bugünkü kitabımızı qutaraq. Məsnəvi həsəbi qəraib hal din. Burada məsnəvilərdir. Axirdəki səhifəyə bir baxaq, görək ki, oxuya bilirik ya yox. Səfa sübhünün mehr fərxundəsi, fəna şahinin şəm'i rəxşəndəsi, kərəm bargahida سپندی نشین سخا خانگاهدا خلوت گزین
tikib xərqəlar əkmina əhl raz, anın qaptani vəsləsidin təraz, tünی çərxu anda özü bir cəhan, tünی çərxu anda özü bir cəhan, cəhani qılıb bir tün itirə nəhan. Burada ehtimalən şeirin bir tikəsi çıxıb qalıb eşiyə, onu götürüb qıraqda yazıb. Ehtimalən, amma görüm ki, oxuya bilirəm ya yox. O tük oltangi təxtə nə'leyn ana, tünü çərxu anda özü bir cəhan, tünü çərxu anda özü bir cəhan, cəhani qılıb bir tün itirə nəhan. O tük oltan ki təxtə nə'leyn ana, o tün oltan ki təxtə nə'leyn ana, bulub hər qədəm ürni kowneyn ana. Fələkdin sipahi fəna aşurub, fələkdin sipahi fəna aşurub, siyahlıq icra özün başurub. Ehtimalən belə söz özün aşurub da ola bilər. Maşurub. Cəmal itra atanın başı nahid və nahiddik. Cəmal itra atanın başı nahididik. Kemal icra tüş vəqti xurşididik. Vəfa anqa pişə həya anqa fən. Vəfa anqa pişə həya anqa fən. Vəfa vu həya kânı Seyyid Həsən. Burası silinibdir. Mütəəssifانə burada adları deyəcəqidir. Düşmənlər buranı siliblər. Bəli, iki beytin əvvəli silinibdir. Zehi fulanu xəlqunun artıq si bəsi gəlib bağ qədrində ətubi xəsi. Genə Sin-i Hüseyn dinəri bugün aləmi əhlida fərd kimin ki halindi ilğay sana əhli dərd. Sana kim dəva dinqə xursendisin, cenabingida şakiru فرزندسین. غمی یتی چرخی جفا پیشدین. غمی یتی چرخ جفا پیشدین. Yeti yani yedin. Gami yedin çarkı cefa pişeden. Hamul encümi harici endişeden. Endişeden nigeranlık. Hamul encümi harici endişeden. Endişedin. Ki bulaq vətən icra düşvar idi. Ki bulaq vətən icra o düşvar idi. Güngülükla cəla dəf-i azar idi. Səfər tüşdi əlimğə bi ixtiyar. Qəza əmrida ilkani ixtiyar. Bilirsin bəsini həm səfərdin qəza. Bilirsin sini həm səfərdin qəza. Əgər qaytarırğa qılıb iqtiza. Qılıb od meyli vətən eylasang. Qılıb od meyli vətən eyləsang. İçib badi əzmi çəmən eyləsang. Vətən sözü görürsə o zaman işlənirmiş. Öz ilkika cam-ı mey tabu ney alıb istasan bir əhbabini. Belə bir şey oxudum. Bilmirəm nə qədər düz oxudum, nə qədər qələt oxudum. Bilirəm ki, çox qələt oxudum. Çünki bu kitabı oxumaq zordur əslində. Çünki aydın deyil. Amma mən düzün axtarsa sevdim. Yəni, özəlliklə bu kişinin rəhmətliğin
kitabının əvvəlində o müqəddimə cəlib idi mənim üçün. İstərdim də oxuyum, amma vaxt təəssüflə vaxt yoxdur. Buracan 2 saat 10 dəqiqə təqribən olubdur. Bədai din, görək bu bədai dində bir dənə oxuyaq və qəraib din və din. Hər neçə kimsəna cəfada rüsux, mən cəfakeş ka dur vəfada rüsux. Hər neçə kimsəna sanga cəfada rüsux, min cəfakeş ka dur vəfada rüsux. Və tüz launini kim qılsa həvəs, bəndəzluğnini kim ki qılsa həvəs. Bura bir od düşübdür. Adam elə bir şey od yandırırmış. Düşüb bura zi düşübdür. Kitab burada bir yanıbdır. Anga vacibdür ibtila da rüsux. Yüzü miratın arzu qılğan. Yüzü miratın arzu qılğan. Girak gərək əmən. Girak itə əyan səfada rüsux. Sağya bir qədəh ki hicran edin. Sağya bir qədəh ki hicran edin. Canğa dur dərdi ilə ənad rüsux. Sidq ara bir dirir isxidur. Bunu baş topladım. Sidq arayır dirira sıxdur. Rasıxdur. Ha burası sidq arayırdır. Sidq arayırdır. Rasıxdur. Leyki zahid qədur riyadə rüsux. Qılma eşqi itrə dəvi argılsang. Qılma eşq itrə dəvi argılsang. Zahir etgil bu macerada rüsux. Ey nəvayi vüsul əgər tilasan diləsən, arzuləsən. Ey nəvayi vüsul əgər tilasan eşq arafaş qıl fənada rüsux. Tamam. Allah rəhmət eləsin. Mən yavaş-yavaş bu Cığatay ləhcəsi ilə dostlaşıram. Əlyazmadır, çətindir. Əlyazma özü çətindir. İran məclisində bu kitabı xəratləyiblər PDF-in. O da çətindir. Yəni o da daha çox çətin eləyibdir. Və Cığatay ləhcəsidir. Türkcə bu da çətindir. Mən də Türkcə bilmirəm. Bu yap əslidir. Yəni yap əsli məsələ müşkül budur ki, mən Türkcədə dərs oxumamışam. Təlim görməmişəm. Kitab oxumamışam. Beynim, gözüm, qulağım kəlmələrə adət eləməyibdir. Onun üçün də məsələn farsıda bir cümlə oxusalar ya yazsalar, onu oxuya qələti də olsa gözümüz görməz, beynimiz onu düzəldər, oxuyar, düzün oxuyar. Gözümüz də onu düz görər, qələtin görməz. Özəlliklə özümü deyirəm, mənim şəxsi özümdə belə bir vəziyyət vardır. Amma o zaman ki bir ayrı dili oxursunuz ki, məsələn türkü mənə ayrı dildir, çünki bunu öyrəşməmişəm ki, nənə dilimdir, amma oxumamışam. Bunu mənə özgə saxlayıblar. Öz vətənimdə öz dilim mənə özgə vətən, özgə dil olubdur. Mən öz vətənimdə bir qərib kimi, öz dilimdə bir bicanə kimi yaşamışam. Onun üçün bunu oxumaq zordur mənim üçün. Amma çalışıram, 279 cələsə çalışmaqdan sonra bu yerə yetişdirmişəm. Yəni Allaha min mərtəbə şükür. Təşəkkür edirəm Allaha ki, ömür verdi və mən türkünü başladım oxumağa. İnşallah bunu daha mənə çox fürsət versin. Mən bu kitabları oxumaqda daha güclənim. Heç olmasa özümə faydası olacaqdır. Yəni mümkündür ki, heç kəsə də faydası olmasa. Əlbəttə mən umardım ki, bəzi dostlarımız bunları heç olmasa bəzi tikələrini kəsələr, qoyalar. Bu dostların içində yayılar ki, görələr, türklər tarixdə kitablar yazıblar. Və bu kitablar çox ciddi kitablardır. Sağ olun, sağ qalın.